Allah gileylənir, buyurur ki, hər gün ömrün qısalır, hər gün qürub vaxtı bir gün getdi, sən anlamadın, başa düşmürsən. Qulaq asın, xahiş edirəm. Adamın ürəyini parçalayır, adamın nəfəsini kəsir bu sözlər. Daş ürəklərə təsir qoyur valla. Allahın sözləridir. Və yəti kullu yevmin rizquk min indi və entə la təhmudu. Və entə la təhmədu. Buyurur ki, hər gün, hər təzə gün məndən sənə ruzu gəlir. Hər gün. Mənim tərəfimdən sənə ruzu gəlir, amma sən şükür eləmirsən. Sən ruzuya göz dikirsən, ruzu verən yadından çıxır. Heç mənə təşəkkür eləmirsən. Elə bilirsən, belə də lazımdır, elə belə də olmalıdır. Elə bilirsən, təbiidir, amma mən getirirəm sənə. Mən göndərirəm sənə. Nə qədər neymət hər gün verirəm, heç şükür eləmirsən sən. Amma bir balaca azaldı. Verəndə görmürsən, azalan kimi başlayırsan gileylənməyə. Rəbbi əhanəni, Quran ayəsidir. Deyirsən ki, Allah da Allahlıq eləmədi heç. Başlayırsan məndən şikayət eləməyə. Verəndə yadından çıxır, elə ki biraz azaldı, başlayırsan gileylənməyə, şikayət eləməyə. Yəbnə Adəm, ma min yevmin cədidin illa yətikə min indi rizqun cədid. Deyir, elə bir təzə gün olmadı ki, təzə ruzu göndərməyim. Hər günün ruzusu təzədir, fərqlidir. Bahar fəslinin meyvələri, onlardan istifadə etsin, gələn il yeniləri. Hər gün təzə-təzə ruzu göndərirəm sənə. Təzə-təzə.